yani çap olmayan şiirlerinden de. Size bir qəribə şey diyeyim ki, mən ilk dəfə qocalıq şeirini 33 yaşımda yazmışam. Qocalıq adlı şiir. Sonra mənə məlum oldu ki, sən demə 33 yaşında dünyanın bir çox şairləri, yəni tanınmış şairləri, belə deyək də, qocalıq haqqında şiir yazıblar. 33 yaşında, məhz 33 yaşında. Və onu sonra çox sadəcə izah oldu ki, yəni İsa Peyğəmbər ki 33 yaşında çarmıxa çəkilib. Çünki bilirsiniz də, məsələn, Məhəmməd Peyğəmbərin 62 yaş, o yaşlar qəribədir ki, şuur altında qalan yaşlardır. Məsələn, şuura, çox şairlərin mənim yadıma gəlir ki, nə qədər şairlər Rusiyada 37 yaşında Pushkinin ölümü ki, yaddaşlarda qalır. Mən arzulayıram ki, bizim yaddaşlarımızda yaxşı şeylər qalsın, toylar, məclislər, xoş günlər qalsın, amma bunlar da şuur altında qalan belə bir şuuraltı məqamlardır. Amma 33 yaşında qocalıq şeiri yazmışdım. Amma indi yəqin əsrlə qocalıq şeiri budur. Onda mən qoca deyildim. Çatdıq, uzun ömür bu imiş demək. Axı görə bilmir 80'i amın. Tək bizə sənmi, yoxsa sənin tək 80'ə çatanda 80'ir amın. De, nələr görmədin bu 80 ildə, 80'din, dayandın, yoxsa yuxuymuş. Balalar qürbətdə, dostlar qəbirdə, demək 80 yaşın qazancı buymuş. Bu nə bəxşiş idi, bu nə hədiyyə? Axı niyə sənin bəxtinə düşdü? Sənin uzun ömrün görəsən niyə vaxtsız gedənlərin vaxtına düşdü? Ha səslə, ha çağır, kimdə hay verən? Otur, dizlərini qucaqla, ağla. Ey bu uzun ömrü mənə pay verən, mən indi neyniyim bu qocalıqla? Yox, yorma özünü, illəri sayma, bacarsan bu 80 yaşını aldat, biraz qat başını cızma qarayla, biraz nəvələrlə başını aldat. Gözündə eynək yox, əlində əsa, ağlın başındadır, şükür Allaha, hər ömür bir dərsdir, uzun ya qısa, son zəngə az qalıb, dərs bitir daha. Bravo.